haqqında qanuna dəyişiklik edilir. Məsələ Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Məlumata görə təhsil haqqında qanuna əsasən sosial müdafiəyə, xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsinin vəsait hesabına ödənilir. Bu qanunla bağlı bir sıra suallar yaranıb. Mövzu barədə ətraflı sıradakı süjetdə. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu isə əlilliyi olan şəxsləri, şəhid ailəsi üzvlərini, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxsləri, 18 yaşadək uşağını tək başına böyüdən valideynləri, çoxuşaqlı valideynləri, valideyn himayəsindən məhrum olan uşaqları əhatə edir. Lakin həmin kateqoriyaya aid şəxslər ikinci imtahansız əlavə bakalavriat təhsili, yəni əlavə təhsil almaq istəyərsə, bu məbləğ onların öz hesabına ödənilə bilər. Təhsil məsələləri üzrə ekspert Ramin Nuraliyevin sözlərinə görə, məsələ təhsil haqqında qanunun müvafiq maddəsində öz əksini tapmadığı üçün imtiyazlı kateqoriyaya aid şəxslərin ikinci imtahansız əlavə bakalavriat təhsilinin dövlət tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı müəyyən suallar yaranıb. İmtiyazlı şəxslərin İkinci, əlavə təhsil aldıqları təqdirdə, təhsil haqları ödənişli təhsil aldıqları təqdirdə, təhsil haqları dövlət tərəfindən ödəniləcək bir qaydası yox idi və yaxud da ödənilməyəcək qaydası da yox idi. Müəyyən imtiyaza düşən vətəndaşlarımız ikinci əlavə təhsil aldıqları təqdirdə onların ödənişli əsaslarla aldığı təhsilin təhsil haqqı dövlət tərəfindən ödənilməyəcək. Ramin Nuraliyevin fikrincə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında iştirak edərək müvafiq balı topladığı halda ikinci dəfə dövlət hesabına təhsil ala bilər. Bu isə həmin şəxsin ilk bakalavriat təhsilini öz hesabına ödədiyi halda baş verə bilər. Əsas şərt Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbuldur. Təhsil haqqında qanuna dəyişiklikdə imtiyazlı kateqoriyaya aid şəxslər üçün qaranlıq qalan suallara da aydınlıq gətiriləcək. Həmin vətəndaş magistratura təhsil pilləsi alsa, yenə də eyni şəkildə imtiyazlı təhsil ala bilər. Amma təkrar bakalavriat təhsili alırsa və yaxud da kollec bitirib təkrar kollecdə, yəni orta ixtisas təhsil müəssisəsində təkrar təhsil almağı düşünürsə, düşünməlidir ki, bu artıq öz hesabına olacaq. Məlumata görə nəzərdə tutulan dəyişikliklərlə qanundakı normativ hüquqi aktlar arasındakı